Bura Qızılağac kəndidir. Bura çəkməsəm ürəyim dayanardı. Bura mən velosipedlə də gəlmişəm, piyada da gəlmişəm. Salyandan o balıq yerinə kimi hardasa 13 kilometrdir. Velosipedlə rahat gəlmək olur. Piyada da yəni 3-4 saata cavan olmuşam da, necə deyərlər. Azərbaycanın hər yeri gözəldir. Videolarımdan görürsünüz, hər yeri çəkiliş edirəm. Hətta böyük kəsik, Balşoy Atrez öz cəmaatı bəyənməsə belə böyük kəsiki, mən böyük kəsiki də Azərbaycanın bir hissəsi bilib oranı da çox istəyirəm. Söhbəti niyə gətirirəm? Bu vaxtlar ki, kəndə gəlirsən, o Tarkan mahnısında demişkən qış günəşi. Ocağın iyi, düzdür, çölçü də, balıqçı da ocaq qalayandır. Ancaq kənd evindən ocaq iyinin gəlməyi, ocaqda yeməyin pişməyi, o ayrı bir ləzzətdir də. O iyi hiss eləmək, duymaq, o ayrı bir ləzzətdir, həyatı hiss eləməkdir, yaşayışı hiss eləməkdir. Gedək görək də çöldə. Həmişə balıqçı o həvəslə gedir ki, balıqlar göyə onu orada artıq gözləyir. Deyir ki, ay opsi, hardasan gəl çıx.